Salam, sabahınız xeyir. Hamını salamlayıram Diğer şirkətinin mütəxəssisi naturopat Təranə Cəfərova. Bugün mən istədim hər səhər elədiyim bu smuzini sizlə paylaşam. Mən şirkətə gələndə hamı bilir ki, çox kilolu bir xanım idim və selluloza ilə tanış olandan sonra baxdım ki, bunun tərkibində insan orqanizminə çox lazım olan liflər, ərəb saqqızı və arıqlatmaq üçün bəzi məhsullar var və qərara aldım ki, bundan başlayayım. Əvvəl götürdüm fruktozanla. Fruktozan bilirsiniz ki, mədə bağırsaq peristaltiklarını gücləndirir, bağırsağın işini asanlaşdırır, hətta qaraciyər, məd-altı vəzi nizamlayır. Və Slimming çayını. Slimming çayı haqqında mən həmişə deyirəm ki, bu Afrodita çayıdır. Yəni mən bunun adını gözəllik çayı qoymuşam. Bu təkcə arıqlatma çayı deyil. Bu çayın tərkibində kudin bitkisi var. Kudin İbn Sina'nın bütün iltihab xəstəliklərinə qatdığı bitkidir. Dərmanlarında o bitkini qatarmış. Sonra burada var əlkida. Əlkida bitkisi bizdə də var. Məhəmməd Peyğəmbər onu mələklərin suvardığı bitki adlandırır. Kinostema var, əlkida var, rəvan var, sonra quzuqulağı var, çastuxa var, bağa yarpağı. Yəni ki, çox zəngindir və insan orqanizmində illərlə yığılmış qida qalıqlarını bağırsaqlardan təmizləyir. Və nə edirəm? Hər səhər mən bu şəkildə çəkim əvvəl çox idi, ona görə 6-7 dənə eləyirdim. İndi çəkim bir aya 4-5 kilo vermişəm, 2 aya mən 8 kilo vermişəm. Demək, bunu bu şəkildə əzirəm. Tabletkamız bu şəkildədir. Mən həmişə məhsullardan səhər-səhər ailəmə də içirdirəm. Burada spirulina var, burada cordyceps var. Bax, bu şəkildədir. Çətin əzildiyi üçün belə əzirəm. Və fruktozanla birgə qarışdırıram. İndi mən artıq fruktozan işlətmirəm. Bir həftə 10 gün olar mən belə bir smuzi aparatında bunu əzib tökürəm. Bugün mən ispanaqla eləyəcəm smuzimi. Amma kim istəsə kivi ilə eləyə bilər, kim istəsə başqa, məsələn petruşkanla eləyə bilər, cəfərlə, kərözlə. Bugün mən ispanaqla eləyəcəm smuzimi. Və qarışdırırım. Smuzi aparatına yarım stəkan su tökürəm. Sonra aparatın kapağını koyup işe salıram. Bu şekilde smuzi düzəldirəm və baxırsınız, bax bu şekilde gözəl dadlı bir smuzi hazırlayıram. İçirəm, inanın gün ərzində əfar-ruhiyyəm də yüksək olur, iştahımda olmur. Bunun içi də bilirsiniz vitamin deposudur. Və çox gözəl özümü hiss edirəm. Gəlin bizimlə sellulozadan istifadə edin. Tək selluloza arıqlatmaq üçün deyil. Mədədə qastrit, məd-altı vəzi, qaraciyəri təmizləyir, bağırsağın işini yüngülləşdirir. Gəlin siz də istifadə edin.